Salam, mətbəximə xoş gəlmisiniz. Quymaq hazırladım və istəyirəm ki, sizlərlə də bölüşüm. Yağ, un, duz, burada yadımdan çıxıb qoymamışam. 1 çay qaşığı duz, qaynanmış qaynar su, üzəri üçün şəkər tozu və darçın. Deməli, əvvəlcə qeyd edeyim ki, tavanı qızdırmamışam. Tavanı qazın üstünə qoyuram və yağı əlavə edirəm. Yağı doğradım ki, tez ərisin. Elə ki, yağ başladı əriməyə, gözləmirəm ki, yağ qaynasın. Çünki yağ qızanda, qaynayanda, unu da əlavə edəndə un yağın içində düyünlənir və həmən ötür. Elə bir ki, düyünlənən kimi həmin o düyünlənmiş un ötür yanır. Ona görə yağ əridi, onu əlavə edirəm və unla yağı yaxşı-yaxşı qarışdırıram. Və artıq yaxşı qarışdırandan sonra unla yağ bir-birinə keçəndən sonra qazın sürətini artırıram. Hələ qazın sürəti vam dərəcədədir. İndi isə qazın sürətini biraz artırdım və başlayıram qarışdırmağa. Qarışdıran zamanı əlimizdən qoyuruq, yəni gözləyirəm biraz un qovrulsun, yenə qarışdırıram. Yenə əlimi saxlayıram, yenə biraz un qovrulur, qarışdırıram. Yəni mütəmadi olaraq qarışdırmıram da. Onda un gec qovrulur. Yəni bu proses biraz gecikir. Arada əlimizi saxlamaq şərti ilə unu qarışdırırıq yavaş-yavaş və un yumşalır, artıq özünü salır və qovrulmağa başlayanda bu kütlə biraz elə bir sulu hal alır. İndi görəcəksiniz ki, qovrulmağa başlayanda un qovrulduqca çəkisini itirir, kütlə yumşalır. Biz bu prosesi edən zaman mütləq qabaqcadan 2 litr su qoyuruq ki, qaynasın. Çünki bizə qaynar su lazımdır. Un yaxşı qovrulandan sonra biz həmin o qaynar suyu bura əlavə edəcəyik. Ona görə əlimizin altında mütləq qaynar su olmalıdır. Fikir verin, artıq kütlə yumşalır və baxın bu cür. Əlimi saxlamışam, biraz qovrulsun. Qovrulan kimi yenə qarışdırıram. Əlbəttə gözdən qoymaq olmaz, çünki un yana bilər. Burada əsas məqam unun yaxşı qovrulmağıdır və hər tərəfli. Kənarlarında olan kütləni, unu da gətirirəm ortaya ki, ot dəysin və qovrulsun. Deməli, bizim unumuz artıq qovrulub, rəngi dəyişib, artıq suyu əlavə etmək vaxtıdır. Qaynar suyu asta-asta əlavə edib, yaxşı-yaxşı qarışdırıram ki, un suyun içində açılsın, topaq və ya düyün qalmasın. Onu da qeyd edeyim ki, artıq suyu əlavə edən zaman qazı söndürürəm. Unu suyla yaxşı qarışdırandan sonra qazı yandıracağım. Deməli, burada quymaq 5 nəfərlik quymaqdır. Əgər siz birinci dəfə hazırlayırsınızsa, ərzaqları 2-yə bölüb hazırlaya bilərsiniz. Çox hazırlayırsınızsa, ən gözəl üsul mikserla qarışdırmaqdır. Çox gözəl üsuldur. Həm zəhmət tələb etmir. Çünki istər-istəməz unla su qarışanda un şişir, ağırlaşır və insanın qolu biraz qarışdıran zaman ağrıyır. Mikser çox gözəl üsuldur. Qarışdırırıq. Un daha yaxşı açılır suyun içində. Əlbəttə az quymağa ehtiyac yoxdur, amma quymağın ölçüsü çoxdursa, mikser çox gözəl üsuldur. Deməli, duruluğunu yoxlayıram və bu biraz bəkdir. Ona görə yenə su əlavə edirəm. Deməli, mən bura ümumilikdə nə qədər su əlavə edirəmsə, videonun altında şərh bölməsində dəqiqliyinə yazacağım. Onlar tərkibinə görə müxtəlifdir. Elə un var çox su aparır, elə un var az aparır. Bu da sizin istifadə etdiyiniz undan asılıdır. Qazı yandırdım və bir də mikserlə yaxşı-yaxşı çalıram. Qaşıqla tavanın hər tərəfinə gəzdirirəm ki, qarışdırıram ki,
e, açılmamış, yəni topa vəziyyətdə un qalmasın. Baxın kıvamı, yəni duruluğu bu cür olmalıdır. Nə sulu, nə də çox bərk. İndi isə duz əlavə edirəm. 1 çay qaşığı duz əlavə etdim. Yaxşı qarışdırıram. Həll olsun duz. Sonra isə dadına baxıram. Dadı yaxşıdır, məni qane etdi. Əlbəttə ki, duzun qədəri sizdən asılıdır, yəni zövqə görə. Tam əmin olandan sonra ki, heç bir topa, heç bir düyün qalmayıb, deməli qazın surətini orta vəziyyətdə, orta surətdə qoyuruq. Tavanın qapağında bağlayırıq. Yarım saat qoyuram, bu cür qaynasın. Qapağı bağlı vəziyyətdə yarım saat qaynayır. Yarım saatdan sonra qapağı götürürəm, ağzı açıq vəziyyətdə qoyuram qaynamağa. Qazın surətini biraz artırıram və ağzı açıq vəziyyətdə qazmaq tutur. Bir yarım saatda qazmaq tutur. Ümumilikdə 1 saata, yəni bişməyə qoyduğumuz vaxtı deyirəm, 1 saata hazır olur. Baxın, bu cür gözəl yağ atıb. Yağı qazmağa dəyməmək şərti ilə ehmalca qarışdırdım. Qablara əlavə edib, üzərinə şəkər tozu və darçın əlavə etdim. Ən sonda isə üzərinə qazma qoyacağım. Çox dadlı alınmışdı. İnanıram ki, hazırladığım quymağı bəyəndiniz. Quymaq haqqında suallarınız, rəyləriniz, fikirləriniz, məsləhətləriniz varsa, rəy bölməsində mənimlə bölüşməyi unutmayın. Like etməyi də unutmayın. İnanıram ki, bəyənəcəksiniz. Ən sonda isə qazmağı əlavə etdim. Qazmaqsız quymaq olmaz. Sizlər də pişirin, nuş olsun. Sağ olun, sağlıqla qalın.